Salam uşaqlar, bu gündən etibarən artıq bloka başlayırıq. Blok üçün dəstək videomuz olacaq. Mövzular üzrə testlər işləyəcəyik. Eyni zamanda ümumi sınaqlarımız da olacaq. Təbii ki, burada hansı vəsaitlərdən istifadə edəcəyik? Dimin 20 sınaq kitabından, bir də əlavə olaraq mövzu sınaqları da sizin üçün izahını çəkib paylaşacağam. Və çalışacağam ki, bu bir ay ərzində bütün mövzuları tam proqram təkrar etmiş olaq. Siz də bizə qoşulub bloka hazırlaşa bilərsiniz. Təbii ki, eyni zamanda həm yaralanıb, həm də bizə dəstək olsanız sevinərik. Yaxşı, gəlin keçək sualların izahına. Deməli, bu mövzu, daha doğrusu bu suallar hansı mövzunu əhatə eləyir? Rasional ifadələr, irrasional ifadələr, bir də həqiqi üslub qüvvət mövzularını əhatə edəcək. Bu arada bu sınaq imtahanı 3-dür. 2 ilə 1-in izahı, video izahı kanalda var. İstəyən olsa girib baxa bilər. Birinci sual. Deyir, dərəcələri fərqli olan A və B çoxhədlilər üçün A plus B cəminin dərəcəsi, bir də A minus B fərqinin dərəcəsi verilib. Deyir, N'in kiçik qiymətini tapın. Ümumiyyətlə, tutaq ki, sizə bir çoxluq verilib. Məsəl üçün, A çoxluğu olsun x üstü 7, B çoxluğu da olsun, çoxluq nədir? Çoxhədlisi də olsun. Məsəl üçün, x üstü 8 vurulsun y. Məsələn, bunları mən toplasam, x üstü 7 üstə gəlsin, x üstü 8 vurulsun y. Bunların qüvvəti, yekun qüvvəti nə olacaq? Y ilə 8-in cəmi, yəni 1 ilə 8-in cəmi eləyəcək 9. Və yaxud da bunların fərqinin dərəcəsi nə olacaq? Yenə üstü qüvvəti böyük olan biz götürəcəyik. Yenə olacaq qiymət 9. Yəni burada dəyişməyən nə oldu? Dərəcə qüvvət oldu. Yenə eyni çoxhəllini götürdük. Yəni burada cəmin və fərqin olması bizi maraqlandırmır. Yəni qüvvətlər bir-birinə bərabər olacaq. Onda qüvvətlər bir-birinə bərabərləşdirsə, olacaq 2n kvadratı çıxılsın 3n bərabər olmalıdır. N kvadratı çıxılsın 5n üstə gəl 8-ə. Buradan da olacaq 2n kvadratı çıxılsın n kvadratı. Elə birbaşa gəlin yazaq da 2n-dən n kvadratını çıxanda qalacaq n kvadratı. 5n digər tərəfə keçsə müsbət 5n olacaq. 3n-dən də mənfi 3n-dən də toplayanda olacaq müsbət 2n. 8 də keçsə olacaq çıx 8 bərabər 0-a. Buradan da köklər Viet teoremindən tapsaq, vuranda mənfi 8 toplayanda mənfi 2. Olacaq mənfi 4 ilə müsbət 2. Həqiqətən vuranda mənfi 8 eləyir. Toplayanda isə əks işarə ilə 2 müsbət 2-nin əksinə bərabərdir. Yəni mənfi 2. Bizdən də n-in kiçik qiymətini soruşur. Təbii ki, müsbət 2-ni götürmərəm. Mənfi 4-ü götürəcəm. Doğru cavab olacaq. Bir də C variantı. Keçək növbəti sualımız. İkinci sual. Deyir, ədədin kəsr hissəsini tapın. Ümumiyyətlə, ədədin kəsr hissəsini tapanda ədədin özündən tam hissəni çıxmalıyıq. Məsəl üçün, 5 tam onda 9. Məsələn, mən bunun kəsr hissəsini tapmaq üçün bunun tam hissəsi neçədir? 5-dir. Deməli, mən ədədin özündən, yəni 5 tam onda 9-da nəyə çıxmalıyam? Tam hissəni, yəni 5. Çıxanda nə qalacaq? 0 tam onda 9. Gördünüz, kəsr hissə qaldı. Deməli, burada da mən ədədimin özündən tam hissəsini çıxmalıyım. İndi gəlin görək, tam hissə neçədir? Kök altında 49 5-ci dərəcədən. Onda mən 2-nin dərəcəsini yazsam, 5-ci dərəcədən 2 üstü 5 neçə eləyir? 32 bura yazıram. Bir də 5-ci dərəcədən kök çıxan 243-dür. Ən yaxın ədəd. 5-ci dərəcə. Buradan çıxır 2, buradan da çıxır neçə? 3. 49 da bu iki ədəd arasında olduğundan deməli çıxacaq təqribən 2 tam onda 3 və s. bu şəkildə davam edəcək. Yəni sonsuz olaraq gedir. Deməli tam hissə neçə oldu? Əsas tam hissədir. Yəni 2 olmuş oldu. Deməli mən ədədimin özündən, yəni 5-ci dərəcədə kök altı 49-dan çıxmalıyam nəyə? Tam hissə. Yəni 2-ni. Doğru cavab olacaq nə? A variantı. Buranı silək, keçək. Neçənci sual? 3-cü suala. Deyir, ifadəsinin qiymətini həqiqi ədəd edən A'lar üçün ifadəsinin qiymətini tapın. Təbii ki, burada biz görürük ki, bir A çıxılsın 5, bir də 5 çıxılsın A var. Ümumiyyətlə, cüt dərəcədən kök altında olduğu üçün mən kök altında təbii ki, bilirəm nədir? Ancaq müsbət və ya 0 çıxa bilər cüt dərəcə. Onda olacaq A çıxılsın 5, böyük bərabər 0. Eyni ilə digərində də 5 çıxılsın A, 5 çıxılsın A. Yenə böyük bərabər olmalıdır nədən? 0-dan. Bunları həll eləsəm, olacaq A böyük bərabər 5-dən. Bir də A, buradan mənfi A, böyük bərabər mənfi 5 eləyir. Hər tərəfdə mənfiyə burada A kiçikdir 5 olacaq da. Deməli, biri 5-dən böyük, bir də 5-dən kiçik. Deməli, olacaq. Buradan 5 götürün, 5-dən böyük, bir də 5-dən kiçik. Sağ və solun hamısını qaralayacaq. Burada da qeyri-ciddi bərabərsi olduqdan 5-in özü də daxil etməliyik. Burada təbii ki, tənliyimi ödəyən kəsrən 5-in özüdür. Yəni, olacaq nə? A bərabər 5-ə. Aparıb qiymətcə yerinə yazsaq, olacaq 3-cü dərəcədən 5-in kvadratı. Burada yerinə yazır. 25
üstə gəlsin bir də 2-nin özü. Bu da bərabər olacaq 3-cü dərəcənin 27 də 3 üstü 3 deməkdir. Burada 3 ilə də dərəcə kök ixtisar olacaq, qalacaq elə 3-ün özü. Yəni doğru cavab burada da olacaq D variantı. Keçək 4-cü suala. Buranı təmizləyək. Təbii ki, buradakı dim sınaq kitabında testlər ağırdır. Əgər siz bunları sərbəst işləyə bilirsinizsə, blokdan da mütləq ki, nəticəniz yaxşı olacaq. 4-cü sual deyir, A-nın neçə tam qiymətində ifadəsinin qiyməti tam ədəd olar? Yəni 16 A kubuna nə olmalıdır? Tam bölünməlidir. 16-nın bölənləri 1, 2, sonra 4, 8 və 16-nın özüdür. Təbii ki, burada A kubu olduğu üçün kuba yüksəlsək 16-nın kubu yetər qədər böyük olacaq, 8 də böyük olacaq, 4 də böyük olacaq. Yəni burada kəsr ədəd alınacaq da. Amma 1 ilə 2-ni qoysaq burada A kubunun yerinə. Biri 1 qoysaq elə 1 olacaq, 2 qoysaq 8 olacaq. Yəni 16 həm 1-ə həm də 8-ə bölünür. Eyni ilə -1 və -2-ni də götürə bilərəm. Çünki nə deyir? Deyir tam ədəddir. Deməli -1, -2, -1, -2. Yəni 4 dənə olacaq nə? Qiyməti. Deyir neçə tam qiymətin? 4 dənə. 4-də oldu doğru cavab A variantı. Buradan bu hissəni silək, keçək 5-ci suala. Deyir A-nın hansı qiymətində ifadəsinin mənası var? Ümumiyyətlə yadınızda saxlayın. Mənfi ədədin kəsr üslü qiymətinə baxılmır. Onda deməli 1 minus 2A nə olmalıdır? Müsbət götürməliyim. Yəni 1 çıxılsın 2A böyük bərabər olmalıdır. Nədən? Daha doğrusu böyük olmalıdır. Nədən? 0-dan. Onda oradan olacaq 2A böyükdür -1-dən. Hər tərəfdə -2-yə bölsək olacaq. -yə bölündə işarə dəyişməlidir. A kiçikdir. 1-i 2-yə bölündə 0,5, müsbət 0,5. Bu da olacaq mənfi sonsuzluqdan neçə kimi 0,5-ə qədər. Yəni doğru cavab burada olacaq A variantı. Dediyimiz kimi mənfi ədədin kəsr üslü qüvvətinə baxılmır. Sıfırında mənfi kəsr üslü qiymətinə baxılmır. Deməli 6-cı sual deyir ifadəsinin ən kiçik qiymətini tapın. Bu tipli suallarda çalışın A plus B-nin kvadrat şəklində yaza bilin. Burada x üstü 4 isə yazıram x kvadratı 10-un kvadratı üstə gəlsin 6x kvadratı, daha doğrusu çıxılsın. Bir də üstə gəlsin 7. İfadəni belə yazdım. Buradan da belə yaza bilərik. X kvadratı burada 2 misli olur da 2-yə böləndə 3. Yəni x kvadrat çıxılsın 3-ün kvadratı. Gəlin görək ödəyir. Birincinin kvadratı var, x kvadratın kvadratı. Birinci vuraq ikincinin 2 misli həqiqətən var. Bir də burada alınacaq -3-ün kvadratı müsbət 9, amma burada müsbət 7-dir. Deməli həmin müsbət 9-dan yaranmış müsbət 9-dan 2 çıxsaq nə olacaq? Müsbət 7. Onda mən bu ifadədən 2 çıxıram, yuxarıdakı ifadəni almış olurum. Burada da kvadratı olduğu üçün biz bilirik ki, kvadratdan ya mənfi çıxar, üzr istəyirəm, ya müsbət çıxar ya da 0 çıxar. Deməli bizə də ən kiçik qiymətini soruşduğu üçün ən kiçik buradan 0 çıxardaram. Bu ifadə olar 0 qiyməti. Burada 1 çıx 2 var. 0-dan 2 çıxanda nə qalacaq? -2. Yəni doğru cavab E variantı olacaq. Keçək 7-ci sual. Buranı təmizləyim. Deyir ifadəsini sadələşdirin. Deməli ilk öncə mən nəyə fikir verirəm? Burada görürəm ki, kökün kvadratdır. Yəni kvadrat hardadır? Çöldədir. Onda mən kökün daxilində nə olmalıdır? Cüt dərəcədə müsbət olmalıdır. Onda mən yazıram. Y çıxılsın 3, üstə gəlsin 2A, nə olmalıdır? Böyük bərabər 0-dan. Buradan da olacaq Y üstə gəlsin 2A, böyükdür nədən? -3-ü digər tərəfə keçirdirəm. Olacaq 3-dən. Deməli Y plus 2A-nın qiyməti nə oldu? 3 və 3-dən böyük. Yəni müsbət olmuş oldu. Onda birinci kökün altında nəyin kvadratdır? Burada təbii ki görürsünüz. Y plus 2A-nın kvadratı şəklindədir. Bir də üstə gəlsin. Burada bu ifadə nə idi? 3 və 3-dən böyükdür. Deməli Y plus 2A. Ona da 3 çıxanda ya 0 eləyəcək ya da müsbət edəcək. Müsbət olduğu üçün özü elə kökün altından çıxacaq. Yəni Y çıxılsın 3, üstə gəlsin 2A şəklində. Bir də üstə gəlsin. Burada 3Y plus 6A'dır. Onda məndəki ifadə ilə eyni olması üçün hər tərəfini 3-ə vursam olacaq 3Y. Üstə gəlsin 6A. Böyük bərabər nə olacaq? 9-dan. Deməli 3Y plus 6 9 oldu. Yəni müsbət oldu. Onun da üstünə müsbət 1 gəldi. Yəni modul daxilində müsbət olur. Modul daxilində müsbətsə elə həmin qiymətlərin ifadənin özünü götürürəm. Yəni 3Y plus 6A plus 1. Əgər modul daxilində mənfi olsa, onda mənfi özünə bərabər götürməliyim. Deməli burada bərabər olacaq. Bərabər yazıram. Burada cüt dərəcədən kvadratıdır. Və bu ifadə müsbətdir, elə özü çıxacaq. Yəni Y üstə gəlsin 2A. Bir də üstə gəlsin Y çıxılsın 3, daha doğrusu üstə gəlsin 2A. Üstə gəlsin 3Y, üstə gəlsin 6A, bir də plus 1. Bunu da sadələşdirsək bərabər olacaq. Y-lər toplasaq eləyəcək 5Y, A-lar toplasaq eləyəcək 10A. 10A, 1A yazdım. 10A, bir də -3 ilə 1 də toplayanda eləyəcək çıx 2.
Bu da hansı variantdadır? A variantında 7-ci sualdır. Keçək 8-ci suala. Deyir, ifadəsini sadələşdirin. Deməli, biz bunu sadələşdirməkdən ötürü ilk öncə burada mənfi var, bir də mötərizənin daxilində bir ifadə var da. Gəlin ilk öncə onları bir sadələşdirək. Onda sadələşdirməkdən ötürü ortaq məxrəc ilə onların hasılı olacaq. Yəni A plus 2B vurulsun, A çıxılsın 2B şəklində. Buradan da birinci məxrəcinə bölüb sürətinə vursaq, olacaq A çıxılsın 2B-nin kvadratı. Bir də ortada çıxma var. Çıxaq. İkinci məxrəcinə bölüb sürətinə vursam, olacaq A üstə gəlsin 2B-nin kvadratı şəklində. Bunu da biraz da sadələşdirək. Məxrəcdə ilə özü olduğu kimi olacaq. A plus 2B, bir də A çıxılsın 2B şəklində hələ ki saxlayaq. Yuxarıda olacaq açılışın yazsa A kvadratı çıxılsın birinci vuraq ikincinin 2 misli. Yəni 4B üstə gəlsin 4B-nin kvadratı. Çıxılsın. Burada birincinin kvadratı olacaq A kvadratı. Sonra üstə gəl birinci vuraq ikincinin 2 misli. Yəni 4B. Daha doğrusu uşaqlar burada 4AB-dir. Mən niyə burada 4B yazdım? Birinci vuraq ikincinin 2 mislinin üzərinə gələcək. Yəni 4AB. Qarşıda da mənfi olduğu üçün çıxılsın 4AB olacaq. Bir də ikincinin kvadratı. Üstə gəl 4B. 2B-nin kvadratı olacaq 4B kvadratı. Qarşıda yenə mənfi olduğu üçün olacaq çıx 4B-nin kvadratı. Bu da bərabər də olacaq. Burada A'lar ixtisar islah olur. Sonra burada nələr ixtisar gedir? 4B kvadratından mənfi bir dəqiqə. Mənfi 4B kvadratı islah olur. Qalır mənfi 4AB, mənfi 4AB. Bu da eləcək mənfi 8AB. Məxrəcdə də elə açılışını yazsam olacaq A kvadrat, A plus B, A minus B də. Olacaq A kvadrat çıxılsın 4B-nin kvadratı. Deməli, məndə bu ifadənin üstü nə idi? Mənfi 1. Bunun da üstündə mənfi 1 olsa, olacaq onda necə? Bərabər olacaq. Mənfi, buradan yazaq. Mənfi 8AB bölünsün. Daha doğrusu tərsini yazacaq da. Mənfidirsə artıq onun tərsini yazmalıyıq. Birbaşa yazaq tərsin. A kvadratı çıxılsın 4B kvadratı çıxacaq sürətə. Mənfi 8AB də enəcək məxrəcə. Bir də nəyə vuracaq bu ifadəyə? Vurulsun yazıram birbaşa elə. A kvadratı çıxılsın 4B kvadratı. Sürətdə də A kvadratı üstə gəlsin 4B kvadratı. Buradan A kvadratı çıxılsın 4B kvadratı ixtisar olacaq. Bərabər qalacaq sürətdə A kvadratı üstə gəlsin 4B bölünsün mənfi 8AB. Bu da hansı variantdadır? Y variantında. Sadəcə mənfi hara gəlib? Kəsrin qabağına. Bura yazıram. Mənfi 8 oldu Y variantı. Bəli. Keçək 9-cu suala. Buranı təmizləyək. Deyir, ədədlərini müqayisə eləyin. Təbii ki, müqayisə eləmək üçün kök altında onların dərəcələrini nə etmək lazımdır? Eyniləşdirmək lazım. Onda gəlin burada 4-cü dərəcədəndir. A-nın belə desək dərəcəsi biraz yaxınlaşdıraq. Sonra B-nin dərəcəsi 2-ci dərəcədən yazılmayıb. C-də də 6-dır. Bunları nəyə eyniləşdirə bilərik? 2, 4, 6-nı 12. Yəni əkob 12-dir. Onda yazıram. A bərabər. Buradan 4-ü neçəyə vurmalıyım? 3-ə vurmalıyım da. Olacaq 12-ci dərəcədən. Artıq 4-ü 3-ə vurduğum üçün burada x-in qüvvətini də 3-ə vurmalıyım. Olacaq x üstü 5-də 3-ə vuranda neçə eləyəcək? 15-ə. Sonra buradan B-ni tapsam B bərabər olacaq. B buradan ikinci dərəcədə yazılmır. Hər tərəfini 6-ya vurmalıyam ki, dərəcə 12 olsun. Onda x-in kubunu da 6-ya vurmalıyım. Olacaq x üstü 18. Bir də C bərabərdir yazıram. Burada C-nin 6-cı dərəcədəndir kök. 2-yə vursam 12 eləyəcək. Onda x üstü 7-ni də 2-yə vursam olacaq x üstü 14. Onda burada hər birinin dərəcəsi 12-ci dərəcədən deyə kök onları atıram. A olacaq, birbaşa ilə yazım, x üstü 15. B olacaq x üstü 18. Bir də C olacaq x üstü 14. İndi gəlin bunları müqayisə edək və x-in qiyməti 0-1 arasında dəyişir. Gəlin hələ özümüz üçün bir, belə desin, nümunə götürək. Tutaq ki, x bərabərdir 2-də 1-ə. Sonra x kvadratı bərabər olacaq nəyə? 4-də 1-ə. Bir də x kubu bərabər olacaq nəyə? 8-də 1-ə. Getdikcə mənim ədədim neyinir? Kiçilir. Deməli, qüvvət böyük olan kiçik olur. İndi bizdə də qüvvəti böyük olan ən kiçik olacaq. Niyə? Çünki 0-dan 1 arasında yerləşir ədədim. Qüvvəti ən böyük olan ən kiçik olacaq. Burada ən böyük olan B-dir. Deməli, olacaq B kiçikdir. Sonra qüvvəti böyük olan A-dır. Yazıram A. Bir də qüvvəti ən kiçik olan C-dir. Elə ən böyük olan da elə olacaq C. Deməli, B, A, C. Doğru cavab olacaq. Burada da A variantı. Keçək növbəti suala, 10-cu sual. Deyir, M parametrinin hansı qiymətində kəsiri ixtisar olunandır? Deməli, əgər bu kəsir ixtisar olunandısa, məxrəcdə nə var? X-3. Deməli, bu ifadə X-3-ə bölünür. Yəni, vuruqlarından biri X-3-dür. Onda mən yazsam ki, x kubu üstə gəlsin mx
Çıxılsın 12 bərabərdir olacaq. Vuruqlardan biri olacaq m-3. Birini də işarə eləyək px-la. Onda burada köklərindən biri, daha doğrusu m-3 yox, x-3'dür burada. Köklərindən biri onda nə olacaq? 3. Yəni aparıb yerinə x-in 3 qoyanda bu tərəf 0 olacaq. Bu tərəf 0 olursa burada da x-in yerinə 3 yazanda 0-a çevrilməlidir. Onda x-in yerinə 3 yazsaq olacaq 3-ün kubu üstə gəlsin 3m çıxılsın 12 bərabər 0-a. Buradan da olacaq 3m bərabərdir. Bu eləyəcək 27. Digər tərəfə keçirdiyəndə olacaq mənfi 27. 12-ni də keçirsək sağ tərəfə olacaq üstə gəl 12. Yəni bu da bərabər eləyir nəyə? Mənfi 15-ə. 3m mənfi 15-dirsə onda m də bərabər olacaq nəyə? Mənfi 5-ə. Yəni doğru cavab olacaq D variantı. Buranı silək. 11-ci sual. Deyir ifadəsinin qiymətini tam ədəd edən A-nın ən kiçik natural qiymətini tap. Yəni bu ifadənin qiyməti tam ədəddirsə, yəni tam olaraq kök çıxırsa, onda bu 5-ci dərəcədən olarsa əgər, kökün daxilində, yəni olacaq A vurulsun, 648 də yazaram, 648-i yazaram, bərabər 8 vur 81-ə. Bu da bərabər olacaq. 8 2 üstü 3-dür, 81 də 3 üstü 4. Və mən bunun dərəcəsi 5 olan ədədə gətirməliyim. Onda 2-ni neçəyə vurum ki, dərəcəsi 5 olsun? 2 üstü 3-dür, 2 üstü 2-yə vuraram. 3-ü də vuraram neçəyə? 3 üstü 1-ə. Onda deməli A-nın yerinə mən nə yazmalıyam? 2 üstü 2 və 3 üstü 1. Burada 648-dir. Bunu yazaq 648. Aha. Deməli A-nın qiyməti oldu. 2 üstü 2 eləyəcək 4, 3 üstü 1 də elə 3. Vuranda bir-birinə neçə eləyəcək? 12. Yəni doğru cavab burada olacaq A variantı. Keçək 12-ci suala. Deyir ifadəsini sadələşdirin. Buranı təmizləyək. Aha. Deməli biz burada kökün altında ifadəni sadələşdirsək, onda olacaq kök altında. Burada A var, 3 var, bir də 12 var. Burada bir oxşarlıq tapa bilərik. Yəni necə? Məsəl üçün kök altında 12-ni yaza bilərəm. 4 vurulsun, 3, bir də vurulsun A şəklində. 4-dən neçə çıxır kök? 2. Olacaq 2 kök altında A vurulsun, kök altında 3 kimi yaza bilərəm. Burada birinci vuraq, ikincinin ikimisli var da. Onda olar kök altında A, qəribə alındı, kök altında. Üstə gəlinsin, kök altında 3-ün kvadratı. Kök altında 3-ün kvadratı. Həqiqətən birincinin kvadratı A var. Birinci vuraq ikincinin iki misli. Kök altında 12A var. Bir də ikincinin kvadratı. Kök altında 3-ün kvadratı var. Bundan da çıxacağım neçə? Kök altında A-nı. Bu da bərabərdir. Bu kvadratla kök ixtisar gedəcək. Qalacaq kök altında A. Üstə gəlsin. Kök altında 3. Bir də çıxılsın kök altında A-nın özü. Burada təbii ki, çıx kök altında A ilə kök altında ixtisar gedir. İslah olacaq. Bir dənə qalacaq nə? Kök altında 3-ün özü. Yəni biz bir sözlə buradakı ifadədən A plus B-nin kvadratı şəklində yazdıq və ondan sonra da ixtisarlarımızı apardıq. 13-cü sual deyir, ifadəsinin kiçik qiymətini tap. Deməli biz burada hər iki ifadəni kvadrata yüksəltsək, yəni A üstə gəlsin 1 bölünsün A-nın kvadratı bərabər olacaq bir də 4-ün kvadratı. Bunun kvadratı yüksəldəndə olacaq nə? Birincinin kvadratı, birinci vuraq ikincinin ikimisli, yəni olacaq 2. Çünki A-nı A-da 1-ə vuranda 1 eləyir, onu da 2-yə vuranda 2 eləyir. Üstə gəlsin bir də 1 bölünsün A-nın kvadratı. Bərabər 4-ün də kvadratı eləyəcək 16. Buradan onda A kvadratı üstə gəlinsin 1 bölünsün A kvadratını solda saxlayıram. 2-ni digər tərəfə gedirsək 16-dan 2 çıxanda qalacaq 14. Deməli A kvadratı üstə gəl 1 bölünsün A bərabər oldu nəyə? 14-ə. Bu A kvadrat. İndi bizə verilən ifadəni də kvadrata yüksəltsək, yəni A çıxılsın 1 bölünsün A-nı kvadrata yüksəldirik. Onda buna bir T deyək uşaqlar. Bu bərabər olsun 1 T-yə ya X-ə fərq yoxdur. Onda bərabər olacaq nəyə? Həmin T-nin kvadratına. Hər tərəfi ilə kvadratı yüksəltdik. Buradan da olacaq birincinin kvadratı, yəni A kvadratı. Birinci çıxılsın, birinci vuraq ikincinin ikimisli. A-nı A-da 1-ə vuranda 1 eləyir, onu da 2-yə vuranda 2 eləyəcək. Bir də üstə gəlsin ikincinin kvadratı, yəni 1 bölünsün A kvadrat. Bərabər bir də T kvadratının özünü. Deməli bizdə burada İkini digər sağ tərəfə keçsək, onda olacaq nə? A kvadratı üstə gəlsin 1 bölünsün A kvadratına bərabərdir. T kvadratı çıxılsın 2-yə. Buradan da A kvadratı üstə gəlsin A-da 1 nəyə bərabərdir? 14-ə. Gətirib yerinə 14 yazsaq, olacaq 14 bərabər T kvadrat çıxılsın 2. Buradan da T kvadratı bərabər olacaq. T kvadrat bərabər olacaq 16-ya. Daha doğrusu uşaqlar burada mənfi 2-dir. Sağ tərəfə keçirdəndə müsbət 2 olur burada.
16, 14-dən də 4 çıxanda qalacaq neçə? 12. Hər tərəfdən də kök alsaq t bərabər olacaq. Plus minus kök altında 12. Kök altında 12-dən neçə çıxır? 4 vur 3 kimi yazsaq 2 kök altında 3 eləyir də. 2 kök altında 3-ə. İndi bizdən nəyə soruşur? Kiçik qiyməti. Təbii ki, mən bu müsbətini götürmərəm. Götürəcəm mənfisini. Yəni mənfi 2 kök altında 3. 13-də cavab oldu A variantı. Buranı təmizləyim. Hər dəfə təmizliyində bizim vaxtımız gedir. Bundan sonra yəqin ki, videonu dayandırıb silərəm ki, vaxtımız çox getməsin. Deməli, 14-cü sual deyir, olarsa ifadəsinin qiymətini tapın. Deməli, biz burada ilk öncə bu ifadəni nə etməliyik? X kvadratını necə ala bilərik? Hər tərəf x üstü 4-ə bölərik. X üstü 4-ə bölsək, onda nə alınacaq? Yəni, üstlər çıxılır, qalacaq x üstü 4. Çıxılsın 4 x üstü 4'ü x üstü 4'e bölsək x üstü 4'də gedəcək, qalacaq 4'ün özü. Üstə gəlsin 1 bölünsün x üstü 4 bərabər 0-a. Buradan da 4'ü sağ tərəfə keçsək olacaq x üstü 4. Üstə gəlsin 1 bölünsün x üstü 4 bərabər müsbət 4. Hər tərəfdə 2 əlavə eləyək. Onda olacaq x üstü 4 üstə gəl 2. Üstə gəl 1 bölünsün x üstü 4 bərabərdir. Burada 2 əlavə eləsək olacaq 6. Bu da nəyin açılışdır? X kvadratı üstə gəlsin 1 bölünsün x kvadratın açılışı. Bu da bərabər. Həqiqətən birincinin kvadratı var. Birinci vuraq ikincinin 2 misli var. Yəni 2. Bir də ikincinin kvadratı var. Bərabərdir. Buradan da 6-ya. Bizdən də bu ifadəni soruşur. Hər tərəfdən kök alsam onda olacaq x kvadratı. Üstə gəlsin 1 bölünsün x kvadratına. Bərabər olacaq kök altında 6-ya. Hər tərəfdən kök altı. Yəni doğru cavab olacaq B variantı. Təbii ki, bu ifadənin mənfi olma ehtimalı yoxdur. Çünki burada plus minus kök alanda plus minus olacaq. Burada mənfi olma ehtimalı yoxdur. Çünki hər bir x-in də kvadratdır və 1 bölünsün x-i, yəni hər ikisi müsbət olacaq. Bu arada x kvadratı üstə gəlsin 1 bölünsün x kvadrat böyük bərabər 2 olur. Yəni oradan da bilərsiniz ki, koşuya əsasən 2-dən böyükdür, yəni müsbət olacaq. Burada doğru cavab oldu B variantı. Keçək 15-ci suala. Deyir, M-in neçə tam qiymətində ifadəsinin qiyməti tam ədəd. Deməli, mən burada hər birini ayrı kəsirlərdə yazsam, olacaq 2 üstü M, 2 üstü M, 2 üstü M nədir? 2 vurulsun M üstü 5 bölünsün M üstü 4'ə. Üstə gəlsin M üstü 6 bölünsün M üstü 4'ə. Bir də çıxılsın 256'dır. Orada biraz yaxşı düşmüş. Bölünsün M üstü 4'ə. Bu da bərabər olacaq yekunda nəyə? Buradan M üstü 4'lər ixtisar gedəcək. Qalacaq 2M. Üstə gəlsin burada M kvadrat qalır. Bir də çıxılsın 256 bölünsün M üstü 4'ə. Bu ifadə deyir tam qiymətdə, yəni bu ifadənin qiyməti tam ədəd. Onda 2m tamdır, yəni m-in yerinə qoysaq tam ədəd olacaq. M kvadrat da təbii ki tamdır. Bir dənə 256 m üstü 4-dən nə olmalıdır? Tam bölünməlidir. 256-nın da bölənləri 1-dir. Sonra burada m üstü 4-dür təbii ki. Orada yəni həmin ədədi 4-də bir-birinə vuracağıq. Yəni çox da böyük ədəd götürə bilmərik artıq. Sonra 1 ödəyəcək, yəni m bərabərdir plus minus 1. Sonra m bərabərdir plus minus 2'yə. Bir də m bərabərdir nəyə? Plus minus 4'ə. Da artıq 4 qiymətini verəndə 4 üstü 4 elə 256 edir, tam bölünür. Artıq 4-dən böyük qiymət verə bilmərəm. Burada da 1, 2, 3. 3 dənə müsbət, 3 dənə də mənfi. Cəmi 6 dənə m-ə qiymət vermək olar. Keçək 16-cı suala, deyir ifadəsini sadələşdirin. Deməli 16-cı sual, deyir ifadəsini sadələşdirin. Deməli mən burada nə etməliyəm? Təbii ki, burada görürəm ki, kök altında ifadənin üstü 4'dür. Yəni onun qüvvəti yüksəldib. Deməli kök altında, daha doğrusu kökün özünün qüvvəti yüksəldib. Deməli kök altında cüt dərəcədə müsbət olmalıdır. Yəni burada 2x çıxılsın 10 böyük bərabər olmalıdır. Nədən? 0-dır. Buradan 2x böyük bərabər olacaq. Ondan x də böyük bərabər olmalıdır. Nədən? 5-dən. Deməli mənim x-imin qiymətləri nədir? 5-ə bərabər və 5-dən böyükdür. Deməli 5-ə bərabər və 5-dən böyükdürsə, onda burada 2x çıxılsın 10 nə olacaq? Müsbət olacaq. Bu da zaten müsbətdir. Bir də 15 çıxılsın 3x, x-a 5-dən böyük qiymətlər verəndə nə olur? Mənfi olur. Onda ifadəmi sadələşdirsəm, burada modul daxilində mənfi olduğu üçün mənfi özünə bərabər götürəm. Yəni olacaq 3x çıxılsın 15. Üstə gəlsin, burada müsbət olduğu üçün artıq özünü götürəm. Yəni 2x çıxılsın 10. Bir də üstə gəlsin, burada da müsbət olduğu üçün elə özünü götürəcəm. Yəni 2x çıxılsın 10'un özü. Bu da bərabərdir sadələşdirsəm. Burada olacaq x-lar toplasaq eləyəcək 7x. O ədədlər də olacaq neçə? Mənfi 35. Yəni 7x çıxılsın 35. Keçək 17-ci suala. Deməli 17-ci sualda deyir, ədədlərin standart şəklində yazışında tərtiblər bərabər olarsa m-m fərqini tapın. İlk öncə biz bunları standart şəkildə yazaq. Onda olacaq a bərabərdir.
Təbii ki, biz bilirik ki, standart şəkildə yazmaq üçün tutaq ki, x bərabərdir, r vurulsun 10 üstü n şəklindədir mənim ədədim. Burada da r qiymətli hissədir. Qiymətli hissə 1-dən böyük bərabər və ondan da kiçik olmalıdır. N də burada tərtibdir. Deməli, onda A-nı yaza bilərəm. 5 tam %22, 5 tam %22 bu ədəd arasında yerləşdi. Yəni 1-dən 10. Vurulsun 10 üstü, burada n plus 3 idi. 2 vahid də artacaq, olacaq n plus 5 şəklində. Sonra digər tərəfdən B-ni də standart şəkildə yazsaq, 1 vahid sola keçməlidir vergül. Olacaq nə? 1 tam onda 7 vurulsun 10 üstü n minus 3'dür. 1 vahid artırsaq, yəni üstünə 1 gəlsək, olacaq n minus 2. Və mənə deyir ki, tərtiblər nədir? Bir-birinə bərabərdir. Onda tərtiblər dedim ki, onun qüvvətləridir. Onda olacaq m plus 5 bərabər olmalı nəyə? N minus 2. Buradan n'i sağa atlatsam 5'i də, daha doğrusu n'i sola atlatsam 5'i sağa atlatsam, onda olacaq n minus n bərabərdir. Mənfi 2 çıxılsın 5, yəni mənfi 7. Deməli, n minus n fərqi mənfi 7 oldu. Yəni doğru cavab oldu A variantı. Keçək 18-ci suala. Deyir, ifadələrin qiyməti qarşılıqlı tərs ədədlər olarsa, ifadəsinin qiymətini tap. Deməli, bunlar qarşılıqlı tərs ədədlərdirsə, deməli, bunların hasili nədir? 1-ə bərabər. Məsəl üçün, A vurulsun, A-nın tərsi, yəni A-da 1 nə eləyir? İxtisar gedir 1 qarda. Deməli, qarşılıqlı tərs ədədlərin hasili 1-dir. Onda mən 3-cü dərəcədən A çıxılsın 2-ni vuracam. 3-cü dərəcədən A kvadratı üstə gəlsin 2 vurulsun 3-cü dərəcədən A-ya, bir də üstə gəlsin 4-ə. Bərabər olmalıdır nəyə? Bunların hasili 1-ə. Çünki qarşılıqlı tərs ədədlər. Bu da nəyin açılışdır? A çıxılsın B, daha doğrusu A kubu minus B kubun. Onda olacaq mənim A-mın yerində 3-cü dərəcədən kök altda A durur, B-nin yerində də 2 durur. Onda A-nın kubu olacaq kök altda 3-cü dərəcədən A-nın kubu çıxılsın 2-nin kubu. Bərabərdir 1-ə. Buradan kubla kökün dərəcəsi gedəcək, qalacaq A. Çıxılsın, daha doğrusu elə bu 8 eləyir. Sağ tərəfə də keçsək bərabər olacaq 1 üstə gəlsin 8, yəni 9-a. Deməli, A bərabər oldu nəyə? 9-a. Bizdən də bunu soruşur. A kvadratdır burada uşaqlar. A kvadrat, yəni 9-un kvadratı eləyəcək 81, çıxılsın 4. O da bərabər də eləyəcək neçə? 77. Yəni doğru cavab olacaq burada da D variantı. Keçək 19-cu suala. Deməli, deyir ki, tam hissəsi 5-ə bərabər, kəsr hissəsi isə 0,7-yə bərabər olarsa, n bərabər ədədin tam hissəsini tapın. Deməli, A bərabər olacaq. Tam hissəsi 5-dir, kəsr hissəsi 0,7. Onda A ədədi nə olacaq? 5 tam. Onda 7-yə. Gətirib qiymətini yerinə yazsaq, onda olacaq n bərabərdir. 5 tam onda 7, üstə gəlsin 2 tam %31. Bunları da toplayanda nə eləyəcək? 8 tam %1 eləyir də, bəli. 8 tam %1. Mənə də deyir ki, bu ifadənin tam hissəsini tap. Tam hissə nədir? Təbii ki də 8. Yəni doğru cavab olacaq C variantı. 20-ci sual. Deməli, deyir ki, ifadəsində vurğu kök işarəsi daxilində yaz. Deməli, ilk öncə mən görürəm ki, burada 4-cü dərəcədəndir və kök altında nədir? Mənfidir. Deməli, cüt dərəcədən kök altında mənfi olmaz. Deməli, onda burada x üstü 5 bölünsün y üstü 6, qarşısında da mənfi var. Bu ifadə nə olmalıdır? Böyük bərabər olmalıdır 0-da. İndi y üstü 6 nədir? Cüt dərəcədən deyil, hər zaman müsbət. Deməli, onda x üstü 5 nə olmalıdır? Kiçik bərabər olmalıdır nəyə? 0-a. Onda buradan da x olacaq. Hər tərəfdən 5-ci dərəcədə kök alsam, x kiçikdir 0-dan. Deməli, x nədir? Yəni mənfidir. X mənfidirsə, indi buradan qarşıda x kubunu kökün daxilinə salanda, onda yazıram birbaşa bərabərdir. Mənfi xaricdə qalmalıdır. Olacaq mənfi 4-cü dərəcədən olduğu üçün hər bir qüvvəti 4-ə vurub daxilinə kök altı işarəsi altına sarır. Onda olacaq x üstü 4, daha doğrusu 3, onda 4-ə vuranda eləyəcək neçə? X üstü 12. X üstü 12. Vurulsun y üstü 4'dür. Onda 4-cü dərəcədən 4-ə vursam olacaq y üstü 16. Bir də vurulsun daxildə kökün altındakı ifadənin özünə. Yəni mənfi y üstü 6-da x üstü 5-ə. Bu da bərabər olacaq. Kök altında yazaq. Mənfi 4-cü dərəcədən x üstü 12, 5'ə də vursam x üstü 5'ə eləyəcək neçə? X üstü 17. Bir də x üstü 16'dır. X üstü 6'ya bölsəm qüvvətlər çıxılacaq. Qalacaq nə? Y üstü 10'a. Və burada da mənfi var idi. O mənfini də qarşıda yazırım. Deməli, mənim ifadəm oldu belə. Doğru cavab olacaq A variantı. 21-ci sual. Deyir, olarsa ifadə verib, AB müsbət həqiqi ədədlər arasında hansı münasibət doğrudur? Demiş, burada hər biri kök altındadır. Gəlin bunları kvadrata yüksəlsək. Onda bu tərəfdə kvadrata yüksəlsəm, bunu da kvadrata yüksəlsin. Olacaq birincinin kvadratı, kök altında A-nın kvadratı eləyəcək A. Üstə gəlsin, birinci vuraq ikincinin ikimisi. 2 kök altında A, B-yə. Bir də üstə gəlsin, kök altında B-nin də kvadratı eləyəcək B. Bərabərdir. Burada kvadrata yüksəlsə elə köklə kvadrat ixtisar olar, qalar A üstə gəlsin B, bir də üstə gəlsin 2. Burada A-lar
islah olacaq, b'lər islah olacaq. Qalacaq 2 kök altında AB bərabərdir 2-yə. Hər tərəf 2-yə bölsəm kök altında olacaq AB bərabərdir 1-ə. Buradan hər tərəfdən də kvadrata yüksəlsəm olacaq AB bərabər nəyə? 1-ə. Yəni doğru cavab olacaq 21-də də A variantı. 22-ci sual. Deməli deyir ifadəsini mənalı edən AB həqiqətləri üçün AB hasilinin ən kiçik qiymətini tap. Deməli ən kiçik qiyməti tapmaq üçün ilk öncə burada bir fikir verməliyik. Cüt dərəcədən hər biri, yəni kök altında mənfi olmaz. Onda yazıram birbaşa kök altında 10-cu dərəcədən mənfini qabağa çıxarsam olacaq A kvadratı üstə gəlsin 4A çıxılsın 4. Bir də üstə gəlsin 6-cı dərəcədən mənfini qabağa çıxartdım olacaq B üstü 4 çıxılsın 18 B kvadratı bir də üstə gəlsin 81-ə. Bu da nəyin açılışda hər biri bərabərdə olacaq. 10-cu dərəcədən 10-cu dərəcədən. Mənfi qabaqda olacaq A üstə gəl. Daha doğrusu burada mənfin qabağa çıxanda bu mənfi olur, bu müsbət olur. A olacaq A üstə gəlsin 2-nin daha doğrusu çıxılsın 2-nin kvadratı. Bir də üstə gəlsin 6-cı dərəcədən mənfi qabaqda B kvadratı çıxılsın 9-un kvadratı. Bu da bərabərdir. Heç bərabər yazmağıma ehtiyac yoxdur. Burada təbii ki hər bir mötərizənin kvadratı olduğu üçün müsbət olacaq. Qarşıda da mənfi olduğu üçün kök altında mənfi olacaq. Ancaq və ancaq mənalı olması üçün bu ifadə mötərizə daxilində ifadə 0 olmalı. Yəni A çıxılsın 2 bərabər 0-a. Buradan da A bərabər olmalı. Nəyə 2? Buradan da eyni ilə B kvadrat çıxılsın 9 bərabər olmalı 0-a. Buradan da B kvadratı bərabər 9 olacaq. B də bərabər nəyə? Plus minus 3-ə. Deməli onda AB hasil deyirsə onda olacaq A vurulsun B bərabərdir plus minus 6-ya. Bizdən də ən kiçik qiymətini soruşur. Təbii ki üstə gəl müsbətin yox mənfisini götürürəm. Yəni mənfi 6. Doğru cavab olacaq B variantı. 23-cü sual. Deməli cəmi 12-yə bərabər olan deyir 2 müsbət ədədin həndəsi ortası. Ümumiyyətlə ədədlərim olsun A üstə gəlsin B. Deyir cəmi neçə eləməlidir 12. Deməli bunların həndəsi ortası olacaq kök altında bunların hasili. Yəni A vurulsun B-yə. Bunu biraz kiçik çək. Bu da bərabərdir. Onda bunu tapmaq üçün, yəni gəlin birini tapaq da əvəz eləyik. Yəni burada B bərabər olacaq nəyə? 12 çıxılsın A-ya. B-nin yerinə bu qiyməti yazsam, onda olacaq A vurulsun 12 çıxılsın A-ya bərabərdir. Və buradan da yerlərini dəyişdirsəm, olacaq mənfin qabaqda yazsam, olacaq nə? A kvadrat çıxılsın. Vurub açaq ilk öncə. Başınız qarışmasın sonra. Olacaq 12A çıxılsın A kvadratı. Buradan da A plus B-nin kvadrat şəklində yazmaq istəyirəm də. Olacaq mənfini qabağa çıxarsaq, olacaq mənfi A kvadrat çıxılsın 12A-ya. Bir də burada belə desək, A çıxılsın 6-nın kvadrat şəklinə gətirmək istəyirəm də. Orada plus 36 olacaq. Bir də çıx 36 yazıram. Yəni olacaq üstə gəlsin 36-ya. Qabaqda mənfi var, olacaq mənfi 36. Bir də üstə gəl 36 yazıram ki, bir-birinə bərabər olsun. İndi burada da olacaq kök altında mənfi A çıxılsın 6-nın kvadratı, bir də üstə gəl 36-nın özü. Bu da bərabər. Burada kvadrat olduğu üçün hər zaman müsbət eləyir. Qarşısında mənfi olduğu üçün ya müsbət ya 0 eləyir. Qarşısında mənfi olduğu üçün mənfi olacaq. Və bizdən də bu ifadənin ən böyük qiymətini soruşur. Onda buradan mənfi çıxana qədər 36 ilə toplayıb onda qiymət kiçiləcək. Ona görə bu ifadənin qiymətini nə etməliyəm? 0-a bərabər götürməliyim. Onda A-nın yerinə nə yazmalıyam? Mütləq şəkildə 6. A-nın yerinə 6 yazanda bu ifadə 0 olacaq. Qalacaq kök altında 36. Buradan da kök neçə çıxır? 6-nın özü. Burada cavab oldu 6. Keçək növbəti suala. Deməli 24. Deyir ifadəsinin ən böyük qiymətini tapın. Deməli mən yuxarıda yazıram kök altda A çıxılsın 2-nin özünü. Məxrəcdə də burada belə bu şəkildə yaza bilərəm də. Kök altında A-nın kvadratı çıxılsın 2-nin kvadratı. Yəni o da nə olacaq? Kök altında A çıxılsın 2. Bir də vurulsun kök altında A üstə gəl 2-yə. Bu da bərabər olacaq. Nələr ixtisar edir? Kök altında A çıxılsın 2-lər ixtisar edir. Yuxarıda 1 qalır. Aşağıda da qalır kök altında A üstə gəl 2. Mən də bu ifadənin ən böyük qiymətini almasını istəyirəmsə, məxrəci ən kiçik götürməliyim. Onda A-nın yerinə yaza bilərəm, ya müsbət bir ədəd yazmalıyam, ya da ən kiçik 0 yaza bilərəm. Onda ən kiçik olması üçün ən kiçik elə 0 yazaram A-nın yerinə. O da olacaq 1 bölünsün 2 plus 0, yəni 2-nin özü. Bu da eləcə 0,5. Yəni yekunda doğru cavab olacaq 0,5. Keçək 25-ci suala. Buranı təmizləyim. Deməli deyir ki, M sayda ədədin ədəd ortası 3-dür. Bu ədədlərin hər birindən 2 çıxdıqdan sonra alınan ədədlərin ədəd ortasını tap. Təbii ki, M sayda ədəddirsə, tutaş bunların cəmi M sayda ədədin cəmi 1T-dir. Böləcəm sayına, yəni M-ə bərabər olmalıdır nəyə 3-ə?
Onda t burada bərabər nə olur? 3m. Yəni ümumi cəm olacaq 3m. Və deyir hər birindən 2 çıxdıqda. Yəni burada m sayda ədəddirsə, hər birindən 2 çıxıramsa, onda 2-lərin sayı nə olacaq? Elə m sayda. Yəni cəmi 2m sayda 2m olacaq. Onda 3m-dən hər birindən 2m sayda 2 çıxsaq, qalacaq nə? M-in özü. Deməli, cəm yekun cəm nə oldu? M. Mənim ədədlərim neçə saydaydı? M sayda. Onda m-i də elə m-ə böləcəm, düşəcək neçə? 1. Yəni ədədi orta olacaq 1. 25-ci sual. Keçək növbəti suala. Deməli, 26-cı sual deyir, A-nın neçə natural qiymətində ifadəsinin mənası var. Deməli, biz deyirik ki, mənfi ədədin kəsr üstü qüvvətinə baxılmır. Onda olacaq A çıxılsın 2, böyük bərabər nədən? 0-dan. Bir də burada cüt dərəcədən olduğu üçün kök altında olacaq 7 çıxılsın A, yenə böyük bərabər 0-dan. Onda birincidə olacaq A böyük bərabərdir 2-dən, aşağıda da olacaq A kiçik bərabərdir 7-dən. 2-dən böyük, 7-dən kiçik və hər ikisi də daxildir. 2-dən 7-yə qədər neçə ədəd var? Çıx üstəgəl 1. Yəni olacaq 6 dənə ədəd. Keçək 27-ci suala. Bizdən nə istəyir? Deyir, uyğunluğu müəyyən edin. Təbii ki, biz burada görürük ki, kvadrat olduğu üçün burada artıq mənfi ola bilməz. Ancaq müsbət. Deməli, biz buradan nəyi çıxarda bilərik? 0 çıxarda bilərik. Yəni, y kök altda 14 olar. 10 kvadrat 14 eləyir. 14-dən 14 çıxanda 0 qalar. Bura 0 olar. 0-a çevrilir. Amma burada 0 ola bilməz. Çünki müsbətdir, həm də bu x kvadrat. X kvadrat yəni müsbət olur. Müsbətlə də toplayanda hər zaman müsbət olur. Deməli, buradan ən kiçik x-ə 0 verirəm. Çıxar 4. 4-ün üstə 4 də neçə eləyəcək? Deməli, 27-də deyir, uyğunluğu müəyyən edin. Deməli, biz burada nə edəcəyik? Təbii ki, ən kiçik qiymətlərini tapmalıyıq burada. Burada çıxma var deyə, y kvadratından kök altda məsələn 14 yazsaq, 14-dən 14 çıxanda 0 olur. Yəni çıxmadsa 0-a bərabər götürə bilərik. Bu qiymət oldu 0. Burada toplamadır. X kvadrat hər zaman müsbət olduğu üçün ən kiçik 0 yazaram. Onda buradan çıxar 4. 4-ün də kubu eləyəcək 256-ya. Bir də üstə gəl 7 var. 256-nın da üstünə 7 gəlsəm eləyəcək neçə? 263-ə. İkinci misalda burada çıxma var. Ən kiçik 0 olar. Burada da 0 olar. Bir dənə qalacaq nə? Müsbət 7. Yazdım müsbət 7. Burada bərabər yazıram. Burada çıxma var. 0-a bərabər götürürəm. Burada toplama deyə ən kiçik y-in yerinə 0 yazaram. 14-ün də kvadrat eləyəcək 196. Bir də üstə gəl 7 var. Bu da eləyəcək neçə? 203 qiymət. Deməli 263 birincidə oldu. Yəni 1-ə olacaq y variantı. 2-də 7-də olacaq c variantı. 3-də də olacaq 203-cü a variantı. 1y, 2c, 3-də a. Keçək 18-ci suala. 18-ci sualda artıq burada 3 sual izah tələb olunan sualdır. Deyir, ifadəsinin qiymətini tapın. Deməli, burada necə yaza bilərik? Onda bizə verilən ifadə 3 üstü a üstündə, daha doğrusu 2-də a, bir də üstə gəlsin 2. Bunu yaza bilərəm. 3-ün kvadratı vurulsun 3 üstü a bölünsün 2. Bu da bərabər olacaq. 3-ün kvadratı eləyəcək 9 vurulsun. 3 üstü 2-də a-nı yaza bilərəm. 3 üstü a, bir də onun üstü 2-də 1. Bu da bərabər də olacaq. 9 vurulsun. 3 üstü a nəyə bərabərdir? 16. 16 üstü 2-də 1. 2-də 1 nə deməkdir? Yəni 9 vurulsun kök altında 16. Buradan təbii ki 4 çıxır. Olacaq 9 vurulsun 4 bərabər eləyəcək 36-ya. Keçək 29-cu suala. Deməli, burada oldu 36, 28-də. 29-da deyir, bərabərsini ödəyən A-nın natural qiymətlərinin cəmi tapın. Təbii ki, burada belə desək, hər birini kök altında dərəcələrlə eyniləşdirməliyik. Onda olacaq kök altında 6-cı dərəcəyə gətirsək, burada 2-də yazılmayıb, yəni 3-ə vursaq, burada olacaq 6, 3-ün üstü 3, eləyəcək 27, kiçikdir 6-cı dərəcədən A üstündə hər tərəf 2-yə vursa A kvadrat olacaq. Bu da kiçik də olacaq kök altında 6-cı dərəcədən 2 üstü 6, yəni 64 yaza bilərik. Burada da artıq dərəcələr eyni olduğu üçün dərəcələri açsam, deməli olacaq 27, kiçikdir A kvadratı, o da kiçikdir neçədən? 64-dür. Burada da natural ədəd, tam ədəd olduğu üçün, yəni A-nın yerinə yaza bilərəm. 1, 6, 6-ın kvadratı 36 eləyir. Bu ikisinin arasındadır. Bir də 7 yaza bilərəm. 7-nin kvadratı 49, yenə 27-nin 64 arasındadır. Mən də bunların deyir cəmini tap. 6 ilə 7-nin cəmini neçə eləyəcək? 13. Buraya yazıram 13. Keçək 30-cu suala. Deməli 30-cu sual deyir, A mənfi 1-dən böyük olduqda ifadəsinin ən kiçik qiymətin 6 olduğunu isbat edin. İlk öncə biz sadələşdirsək, A kvadratı üstə gəlsin 2A. Burada onu plus 1, plus 9 kimi yazıram. Bir də məxrəcə olacaq A plus 1. Bu da bərabərdir. Bu nəyin açılışdır? Bu ifadə mötərizədə A plus 1-in kvadratının açılışı. Bir də plus 9 var. Bölünsün nəyə? A plus 1-ə. Bu da bərabərdir. Hər birini ayrı-ayrı kəsrlərdə yazsam, A plus 1-lər 1 ixtisar gedəcək, qalacaq A plus 1-in özü. Bir də üstə gəlsin 9 bölünsün A üstə gəlsin 1. Bu da bərabər olacaq yekunda.
Bir qaydanı tətbiq etməliyəm. Yəni burada da A+1-dir, burada da A+1-dir. Yadınızda saxlayın ümumiyyətlə. Burada yazıram aşağıda. X üstə gəlsin, məsəl üçün 1 bölünsün x. Hər zaman, daha doğrusu x-də 1 yox, 2 dənə fərqli ədəd götürmək. X plus y. 2 ədədin ədəd ortası, onların həndəsi ortasından nə olmalıdır? Böyük olmalıdır. X olsun y. İndi burada da fərqi yoxdur. Bu ədədlər eyni bir ədəddə ola bilər. Yəni burada da ikisi də A+1-dir. Burada deməli onda olacaq. Burada yazıram. A+1 üstə gəlsin 9 bölünsün A+1 böyük bərabər olmalıdır. Nədən? Kök altında bunların hasili. Yəni A+1 burada bu arada şu alır 2 mislidir. Burada da 2 mislini yazmalıyım. Vurulsun 9 bölünsün A+1'ə. Bu da bərabər olacaq. Bərabər yazmayaq daha doğrusu. Burada A+1'ə gedəcək. Burada qalacaq kök altı 9. Olacaq 2 vurulsun. Kök altı 9'dan da 3 çıxır. 2 vurulsun 3. Yəni qiymət olaraq neçə? Bərabər 6 olacaq. Yəni A+1 üstə gəlsin 9 bölünsün A+1 böyük bərabərdir. Nədən? 6-dan. Həqiqətən biz də isbat eləmiş olduq ki, bu ifadə nə oldu? 6-dan böyük olmuş oldu. Burada anı yaxşı yazaq. Bu günlük bu qədər uşaqlar. İnşallah bu mövzu izahlarının davam gələcək. Eyni ilə başqa testlər də izahını verəcəm sizinlə. Abunə olub şərh bildirməyi unutmayın. Və yaxud da suallarınız olsa yenə Telegramda və yaxud da burada nömrəni qeyd etmişəm. Əlaqə saxlayıb müraciət edə bilərsiniz. Sağ olun.